Bir nəfər gəldi Məsuma dedi ki, ağacan, dedi bəli. İmam Baqir dedi, inni zəiful əməl. Əməlim biraz azdır. Zəiful əməl, yəni burada mənası nə? Belə də çox əməlim yoxdur, vaciblər istisna. Qalilus siyam, çox belə oruç tutana deyirəm. Rəcəbdə bir dəfə tutdum, 2 dəfə tutdum. Məsələn, Ramazan öz yerində belə çox oruç tutana deyiləm. Əməllərim də azdır. Və lakin ərcu ən la akul illa halal. Amma halal yeyirəm, halal tikə yeyirəm. İmam buyurdu, eyyul ictihad əfzəl min iffəti bətnin və fərcin. Dedi, bəh. Sən ki, bu bətnəvi haramdan qorumusan, iffətul bətin gəlir. Bətnin iffəti, qarnın iffəti. Sən ki, bu harama diqqət eləmirsən, halala diqqət eləmirsən, böyük iş görmüsən, bu kiçik işdir. Yəni, bunu kiçik sanmasan. Çünki vacibləri eləyə bilirsən, böyük adamsan əslində. Hə, bundan da o tərəfə böyüyə bilərsən, əməlləri çoxal, Məsumun sözü bu deyil. Amma böyük iş görürsən, böyük iş görürsən. Ona görə buyururlar ki, insan nəfsin o şöbəsi ilə mübarizə aparmalıdır. Və mən yuqə, Quran buyurur, şuxə nəfsihi fəulaikə humul muflihun. Buyurur, əgər bir insan nəfsinin bu yönü ilə mübarizə aparsa, İnşallah fəulaikə humul muflihun. Bu insan həqiqətən fəlaha yetişib. Qurtulub. Qədəfləhəl müminun. Həqiqətən uğur qazanmısan sən. Nəfsin bu hissəsini ram eləyə bilmirsən, böyük uğurların var, sənin özünün xəbəri yoxdur. Amma orada da üzbə düşmə də, özündən daha çox neynəmə. O tərəfin, bu tərəfi nə deyirəm, çətin deyə muizə eləmək də. Biraz daha özündən neynəmə, maşallah, yox. Hələ nə ilə səndəndir, Allahı görməyə bacar, Allahın əhlini gör.